Rusiya Telegram kanallarında Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikinin adından Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevə ünvanlanmış məktub yayılıb. İlk baxışda müəyyən şübhələr doğuran bu Telegram kanalları və məktubu 2025-ci ilin yekunlarına dair mətbuat konferansında Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovun səsləndirdiyi fikirlər təsdiqləyir. Belə ki, Bayramov onlara Rusiya tərəfinin Azala məxsus mülki təyyarə ilə bağlı açılmış cinayət işinə xitam verməyə hazırlaşdığı barədə məlumat daxil olduğunu bildirmişdi. Rusiya Federasiyasının Grozny səması üzərinə vurulan Azala məxsus mülki təyyarə ilə bağlı açılmış cinayət işinə xitam verməsi artıq sıradan istintaq qərarı deyil. Bu, dövlət səviyyəsində verilmiş sözün pozulması, institusional məsuliyyətsizlik və Azərbaycana qarşı açıq siyasi sayğısızlığın bariz nümunəsidir. Bu qərar təkcə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikinin imzası ilə bağlanan bir dosya deyil. Bu, eyni zamanda Rusiya Prezidenti Vladimir Putinin düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevə verdiyi sözün üstündən xətt çəkməsidir. Prezident Vladimir Putin düşənbədə Prezident İlham Əliyevlə görüşü zamanı Grozny üzərində baş verən insidentin obyektiv, şəffaf və ədalətli şəkildə araşdırılacağına dair şəxsi zəmanət vermişdi. Bu diplomatik protokol baxımından sadəcə ifadə deyil, iki dövlət başçısı arasında siyasi öhdəlikdir. Lakin nəticə ortadadır. İstintaq şəffaf aparılmadı. Azərbaycan ictimaiyyətinə və rəsmi qurumlara dolğun məlumat verilmədi. Məsul şəxslər müəyyən edilmədi. Sonda isə cinayət işi tamamilə bağlandı. Bu artıq texniki gecikmə deyil. Bu, verilən sözə xəyanətdir. Bu mərhələdə Rusiya Federasiyasının prezidenti Putinin susması təsadüfi sayıla bilməz. Kreml rəhbərinin nə istintaqın dayandırılmasına reaksiya verməməsi, nə Bastrikinin qərarına münasibət bildirməməsi, nə də Azərbaycan tərəfinin narahatlıqlarına cavab verməməsi bir şey göstərir. Bu qərar Kremlin siyasi iradəsindən kənarda deyil. Beləliklə məsuliyyət təkcə Bastrikinin deyil, Aleksandr Bastrikin bu prosesdə icraçı fiqurdur. Onun rəhbərlik etdiyi Rusiya İstintaq Komitəsi artıq uzun illərdir ki, hüquqi obyektivlikdən çox Kremlin həssas məsələlərdə müdafiə mexanizmi rolunu oynayır. Azal təyyarəsi ilə bağlı cinayət işinin bağlanması göstərdi ki, Kreml üçün hərbi strukturlar toxunulmaz. Mülki itkilər isə texniki detal sayılır. Buna görə də Azərbaycan tərəfinin hüquqi tələbləri nəzərə alınmır. Bastrikin bu qərarla bir daha sübut etdi ki, onun üçün istintaqın məqsədi həqiqəti tapmaq yox, həqiqəti özləri üçün təhlükəsiz zonaya çıxarmaqdır. Azərbaycanla bağlı məsələlərdə Rusiya istintaq sisteminin yanaşması artıq istisna yox, qaydaya çevrilib. Mülki Azərbaycan təyyarəsinin vurulması kimi ağır hadisədə belə beynəlxalq hüquq işləmədi. Dövlətlərarası etimad nəzərə alınmadı. Bu, artıq sadəcə qərəz deyil. Bu, siyasi məsuliyyətsizlikdir. Bu hadisə Rusiyanın ənənəvi siyasi davranış modelinin eynisidir. Əvvəl inkar, sonra qeyri-müəyyənlik, ardınca siyasi müdafiə, sonda isə faktın yox sayılması. Bu ssenarinin arxasında yenə eyni adlar, eyni yanaşma və eyni susqunluq dayanır. Bir daha açıq-aşkar qeyd edək ki, Grozny üzərində vurulan Azal təyyarəsi ilə bağlı cinayət işinin bağlanması Bastrikinin hüquqi məsuliyyətdən qaçışıdır. Putinin verdiyi sözün yerinə yetirilməməsidir. Azərbaycan üçün isə təhlükəli president beynəlxalq hüquqa açıq hörmətsizlikdir. Bəli, cinayət işi kağız üzərində bağlana bilər, amma verilmiş sözün pozulması tarixdə qalır. Və bu dəfə məsuliyyət təkcə Bastrikinin deyil, eyni zamanda Putinin də üzərindədir.